kimi, elə özü də dağıdan. Nəyə görə göndərdin Quranı bizə? Əgər göndərəcəkdirsə bu şeytanı bizə. Din iman əvəzinə pul ilə qurulur təməl. Sonra gözümüzü yoruq deməli çatıb əcəl. Məgər budurmu bizim həyatımızın mənası? Bu cür yaşamağın de nədir faydası? Bir yanda azadlıq, bir yanda zindan, bir yanda din iman, bir yanda şeytan, bir yanda gəl, bir yanda zülm. Əvvəlimiz ana bətni, sonumuz ölüm. Gözümüzdən görünməyən pərdələr asılır. Pərdənin arxasında kim bilir nələr yazılır. Bəlkə də yazılır bəxtimizin acı üzü, bəlkə də yazılır acı bəxtimizin yüzü. Yaşadıkca bu dünyada ömrümüz gedir bada, cismimiz torpaqda qalır, ruhumuz uçur səmada. Bu da bir ömür payıdır, çıxışda var girişdə. Həyat yolumuzda yoxuşda var enişdə. Yoruldum adamların saxta üzünü görməkdən. Yoruldum deməkdən. Yoruldum mən hər şeyin düzü bilməkdən. Nəysə bir sözlə yoruldum. Yoruldum demeden sözün düzünü yoruldum. O üzünü bu üzünü yoruldum. Eğmeni eşiden yoruldum demeden ki yoruldum. Yoruldum demeden sözün düzünü yoruldum. O üzünü bu üzünü yoruldum. Eğmeni eşiden yoruldum demeden ki yoruldum. Sen bizi yaratmışsan pul atamakta, sonra cəhənnəmdə biz yanırıq. Güya bizi günahkar, güya bizi bu dünyanı yaradan, güya bizi bu dünyanı dağıdan. Bir yandan deyirik ki el çirkidir pul, bir yandan da özümüzü edirik pula kul. Puldur mu bizi eden idarə? Məgər yoxdur mu bu susluğa çarə? Pul var, deməli qardaşım da var. Pul var, deməli can yoldaşım da var. Pul var, deməli sirdaşım da var. Pul yoxsa, deməli sən də yoxsan. Yoxsan, insanların arasında cəmiyyətdə yoxsan. Bu dünyada yoxsan, bu bəşəriyyətdə varsansa. Cəmiyyətdə yox kimisən, hər bir kəsə yox kimisənsə. Özünü tay eləmə bir kiməsə. Hamımızıq o dünyada var bir cavabımız. O da bizi xəlq edən ulu pərverdigarımız. O özü hökümdardır, o da bizə hökm edən. Bu dünyada zülüm çəkən, o dünyada qeyb edən. Bu dünyada yorulanın, o dünyada qiyməti var. Bu dünyada qəmiyyənin, o dünyada neməti var. O dünyanın həsrəti ilə tapşırırıq canımızı. Yorula yorula dəyişirik dünyamızı. Yoruldum demeden sözün düzünü yoruldum. O üzünü